Sosial şəbəkələrə daxil olursan, əsasən Instagram, YouTube və TikTokda bir çox şəxsi inkişaf, psixologiya, motivasiya videoları ilə qarşılaşırsan. Psixoloq, psixiatrdan tutmuş, həyat koçu və yaxud nə ilə məşğul olduğu bəlli olmayan insanlara qədər hər kəs bu mövzuda kontent yaradır. Mən də bu tərəfdəyəm, mən də psixoloji kontent yaradıram. Amma bugün biraz fərqli mövzudan bəhs edəcəyəm. Məsələn, TikToku və ya Instagramı açırsan, bir nəfər maşında oturub, bəlkə özü həyatda heç nəyə nail olmayıb, amma bir ildə necə 1 milyon dollar pul qazana bilərsən, gecələr 4 saat yataraq saat 5-də necə yuxudan oyanarsan tipli inanılmaz dərəcədə belə demək olarsa qaza gətirən şeylər paylaşır. Və əgər sən biraz belə şeylərə meyilli insansansa, baxırsan və deyirsən ki, insanlar necə də uğurludurlar. Gör nələrə nail olublar. Sonra da öz həyatına baxırsan və deyirsən ki, məncə mən uğursuzam, məndə alınmır. Və sən özünü daima belə kontentə məruz qoyursan. İdeal bir psixoloji sağlamlığa çatmaq üçün, aşırı uğurlu olmaq üçün, münasibətlərində mükəmməl olmaq üçün həmişə belə kitablar oxuyursan, videolara baxırsan və s. Problem deyil. Bunların bir qisminin doğrudan da faydası var. Amma mənim kanalım da daxil olmaqla psixologiya, aşırı motivasiya, aşırı şəxsi inkişaf kontenti sənin psixikana mənfi təsir edə bilər. Bəs ölçünü necə götürməyimiz lazımdır və bu tip kontent necə psixoloji vəziyyətimizi körlaya bilər, nələrə diqqət etməliyik, bunlardan bəhs ediləcək. Hamımızın həyatında əldə etdiyi uğurlar var. Sənə heç nə əldə etməmisən kimi görünsə də bu belə deyil. Böyük ehtimalla uğurların sənin üçün və ya ətrafındakı insanlar üçün kifayət etmir. Olduğumuz yerlə qane olmamaq çox təbii bir hissdir və özümüzü inkişaf etdirmək, psixi sağlamlığımızı daha yaxşı bir nöqtəyə gətirmək istəyirik. Bəlkə mübarizə apardığımız psixi problemlərimiz var. Bəlkə münasibətlərimizdə eyni səhvlərə görə həmişə üzülürük. Və sən bunu düzəltmək istəyirsən. Bir nöqtədə vəziyyəti düzəldə bilmə bacarığımızı limitsiz imiş kimi görürük. Məsələn, hal-hazırda -5-dəsən və deyirsən ki, ideal 100-dirsə nəticəmi 100-ə çıxara bilərəm. Lakin hər bir insanın gələ biləcəyi nöqtə fərqlidir və bir də zaman məsələsi var. Yəni bəli, bəlkə də sən 100-ə çıxa bilərsən, amma bunun indi zamanı deyil. Bəlkə də bu nəticəni əldə etmək üçün sənə 10 il lazımdır. Və sən bayaq dediyim tip psixoloji kontentə məruz qalırsan ki, bu ümumi kütləyə ümumi bir reseptdir. Çünki hər kəsin bacarığı, həyata baxışı, əlində olanlar fərqlidir. Bir işi kimsə çox asan yerinə yetirə bilərkən, digər insanın bunun üçün vaxta ehtiyacı ola bilər. Və bu zaman sən deyirsən ki, onlar edə bilir, mən edə bilmirəm. Mən özümü inkişaf etdirə bilmirəm, mən kitab oxumaq vərdişi qazana bilmirəm, mən psixoloji durumumu düzəldə bilmirəm. Bir çox məsələdə özünü olduğundan daha yetərsiz görməyə meyilli olursan. Çünki o insanlar nailiyyətlərindən elə danışırlar ki, sanki çox asan imiş, dərhal əldə edə bilərmişsən. Və sən də bunu bacara bilmədiyin zaman utanc hissi keçirməyə başlayırsan. Dediyim kimi, hər kəsin bacarığı fərqlidir. Bəlkə də ideal nailiyyəti 100 kimi görürük, amma sən maksimum 50-yə çata bilərsən. Burada vacib olan budur ki, hal-hazırda olduğun yerdən 1-2 addım belə irəliləyirsənsə kifayətdir. İrəliləmə halındasansa problem yoxdur. Amma daima belə kontentə məruz qalınca özünü həmişə əksik görmə tələsinə düşürsən. Şəxsi inkişaf kontentlərinə həddən artıq məruz qalmağın belə bir mənfi cəhəti var. Daha uğurlu olmalıyam, daha çalışqan olmalıyam, daha çox pul qazanmalıyam, hər saniyəmi faydalı keçirməliyəm kimi. Bu həddə mükəmməliyyətçilik insanın təbiətinə uyğun deyil. Bəli, bəlkə də daima çalışsan çox-çox uğurlu ola bilərsən. Amma bunu da nəzərə almalısan ki, bu çox uğurlu, çox mükəmməl olmaq üçün nəyi fəda edirsən? Məsələn, çox uğurlu oldun, amma psixoloji sağlamlığını itirdin. Bəzən sadəcə oturub bu andan zövq almaq lazımdır, pisi ilə yaxşısıyla. Hər zaman irəli getmək əvəzinə şaquli yüksəlişdənsə olduğun yerdə genişlənmək bəzən daha yaxşıdır. Tutaq ki, işini böyütmək istəyirsən. Bunun yerinə olduğun yerdə dur və məsələn, oradakı dostluq əlaqələrini gücləndir, məhsulunu inkişaf etdir. Biz adətən şaquli yüksəliş ardınca gedirik. Məsələn, bir mağazan var və şirniyyat satırsan.
Belə olan halda hər kəsin ağlına bu gəlir. Daha çox yerdə mağaza açmalısan. Bəs bu gərəklidirmi? Bəzən həyatımızda çox dərin və travmatik məsələlərdən qaynaqlanaraq münasibətlərdə problemlər, dəyərsizlik hissi, aşırı günahkarlıq, utanc hissi ola bilər. Bunlar böyük psixoloji yaralardır. Və sən çox ciddi travmalar səbəbindən yaranmış bir dəyərsizlik hissini mənim videolarım da daxil olmaqla heç bir video ilə həll edə bilməzsən. Bunun üstündə işləməyin, psixoterapiyaya getməyin lazımdır. Tutaq ki, dəyərsizlik hissi ilə bağlı videoya baxırsan. Əgər azacıq dəyərsizlik hissin varsa, bəli, video sənə bir ideya verə bilər. Amma ola bilər ki, bu dəyərsizlik hissin çox böyükdür. Yəni, sənin yaran böyük bir əməliyyat yarası kimidir və o video sənin yarana ancaq kiçik bir yara sarğısı ola bilər. Sən çıxış yolunu bu tip videolara baxmaqda axtarırsan və sonra deyirsən ki, mənim problemim həll olmur, mən bacarmıram. Amma halbuki sənin dərdlərin həll oluna bilər. Amma bu üsulla deyil, terapiya ilə, bəzən bəlkə dərman müalicəsi ilə. Bir şey daha var ki, bu şəxsi inkişaf mövzusu sadəcə psixologiya, motivasiya ilə bağlı deyil, sağlamlıq, arıqlamaq, fiziki görünüş məsələlərində də ola bilər. Məsələn, insan qollarındakı nazik pi təbəqəsindən də qurtulmaq istəyir ki, sıfır yağ olsun. İnanılmaz dərəcədə fit formada görünüm. Aşırı sağlam olum, səhər oyanım, dişimi fırçalayım, dilimi fırçalayım, bədənimi fırçalayım. Hər zaman şəxsi baxımıma çox diqqət göstərim və s. Bunlar gözəl şeylərdir. Amma bu hər zaman mümkündürmü? Hər zaman mükəmməl ola bilmərik. Bu nöqtədə özümüzü olduğumuz kimi qəbul etməkdən də uzaqlaşırıq. Əlbəttə ki, özümüzü heç inkişaf etdirməyək, olduğumuz yerdə sayaq demirəm. Amma daim mükəmməllik ardınca qaçmaq da çox realist və sağlam yanaşma deyil. Bir başqa mövzu da budur ki, Qərbdən qaynaqlanan psixologiya, şəxsi inkişaf biraz mən mərkəzli ola bilər və şərq mədəniyyətinə çox da uyğun gəlmir. Daim mən deyirik. Tutaq ki, mənimizi yaxşı hala gətiririk, hansı ki bu pis bir şey deyil. Məsələn, sağlam egoistlik, öz sərhədlərimizi qorumaq, yox deyə bilmək. Amma digər tərəfdən biz cəmiyyət içində yaşayırıq və başqa insanların halına yanmaq, onlarla münasibətlərimizi inkişaf etdirmək deyə bir şey də var. Çünki insanlar sosial varlıqlardır və tək başına əsasən yaxşı hiss etmirlər. İnsan digər insanlarla əlaqə qurduğu zaman ideal huzur nöqtəsinə çata bilər. Əlbəttə öz qeydimə qalacağam, amma digər insanlara da xeyrim olacaq. Hər iki tərəfin udduğu münasibəti qurmaq lazımdır. Amma əgər sən kontrolsuz şəkildə mən mərkəzli, yəni yalnız özünə fokuslanmış olsan, bir də görərsən ki, özünü inkişaf etdirmisən, amma tək qalmısan. Bu da vacib bir mövzudur ki, dəyişmək sözdə asan görünsə də həyata tətbiq etdiyimizdə çox vaxt çətinliklər ortaya çıxır. Bu prosesin 2 addım irəli, 1 addım geri getmək olduğunu, bəzən çarəsiz hiss edəcəyimizi, bəzən heç nə dəyişmirmiş kimi göründüyü vaxtlar olacağını qəbul etməyin lazımdır. Əks halda özünü çox günahlandıracaqsan. Bunu qəbul etdiyin halda özünə daha ədalətli, daha şəfqətli davranacaqsan. Hər bir insanın sürəti fərqlidir və özünə görədir. Şəxsi inkişaf mövzusuna aşırı fokuslanmış insanlar hər hərəkətdə, hər davranışda, hər görüşdə bir fayda məqsədi güdməyə başlayırlar. Kitab oxusam bu mənə nə dəyər qatacaq? Səninlə görüşsəm bunun mənə nə xeyri olacaq? Belə olduğu zaman həyatın təbii axışında bizə xoş olacaq şeylər mənasız görünməyə başlayır. Amma insanın yaşı artdıqca geriyə dönüb baxarkən, əslində həyatın ən xoş anlarının o ilk baxışda praqmatik olmayan, faydasız sandığımız şeylərlə əlaqəli olduğunu anlayır. Yəni hər şeyi ölçmə, hər şey faydalı, mənalı olmaq məcburiyyətində deyil. Bir roman oxuyursan, bəzən sadəcə bir macəra filmi izləyirsən və sənə elə gəlir ki, bu mənasız işlərdir. Amma bir vaxt deyəcəksən ki, yaxşı ki bunları da etmişəm. Yəni hər an məşğul olmaq, hər zaman nələrinsə ardınca qaçmaq, çırpınaraq uğur qazanmaq məcburiyyətində deyilsən. Və sonda əgər işin bu deyilsə, psixoloji kitablar oxumağa fasilə ver. Bir psixoloji kitab, bir şəxsi inkişaf kitabı oxudunsa, bir də roman oxu, bir də tarix oxu.
Sadəcə psixologiya mövzusunda nələrsə oxumaq, videolara baxmaq bizi yorur. Bəzən sadəcə çölə çıx, dostlarınla mənalı-mənasız söhbətlər et. Özümün ideal versiyası olacağam deyərkən həyatını əldən vermə. Videonu bəyəndinizsə like etməyi, kanalımıza abunə olmağı və növbəti videolarımızdan xəbərdar olmaq üçün zəng butonuna basmağı unutmayın. Sağ olun.